Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el-masumin el-mukerremin siyumel hucceh beqiyetillah fil arazin ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in min el-an ila qiyami yevmiddin. Eûzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Fikirləşdim ki, bəhsimizi hansı səbkidə davam elətdirək. Belə fikirləşdim, belə qərara gəldim ki, bu günlər ərzində müxtəlif əxlaqi xüsusiyyətlərdən danışaq. Müsbət və mənfi əxlaqi keyfiyyətlərdən danışaq. Ramazan ayı fürsətdir, həm də əxlaq düzəltmək üçün. Ona görə deyirlər ki, Peyğəmbər də buyurub ki, kim bu ayda əxlaqın gözəlləşdirsə, qədəmlərin titrədiyi gün, qiyamət günü siratdan sürətlə keçər. Bu ay özünü düzəltmə ayıdır. Özünü təftiş eləyib, öz eyibləri üzə çıxardıb islah eləmək ayıdır. Ona görə də əxlaqi xüsusiyyətlərdən dedim, fikirləşdim ki, bu ayda mümkün qədər danışaq, işarə eləyək. İnsanların bir-birinə münasibətinə aid olan məsələlər, möminlərin bir-birinə münasibəti, möminlərin digərləri ilə münasibəti, ata-ana ilə, qardaşla, bacı ilə, ailə ilə, bütövlükdə əxlaqi xüsusiyyətlər, həm də ictimai münasibətlər kontekstində istəyirəm bu məsələlərə dini nöqteyi nəzərdən bu xutmoizələrdə inşallah Allah qismət eləsə toxunaq. Həya haqqında danışdıq. Həya özü də bir əxlaqi mənəvi keyfiyyət idi. Bugün istəyirəm hüsn-i-zənn və sui-zənn haqqında danışım. Bədgümanlıq və xoşgümanlıq. Bədgümanlıq şübhə deməkdir. Xoşgümanlıq da bilirsiniz, bir şey haqqında müsbət fikirdə olmaq. Bir əməli görürsən, tez pisə yozan adamlar var. Hamıdan şübhələnirlər. Bunlar bədgüman insanlardır. Bir də var ki, xeyrə yozan insanlar var. Bunlar xoşgümanlı olan insanlardır. Bunun hamısının insanın öz yaşayışına da təsiri var. O ayrı mövzudur. İnsan hamıdan şübhələnirsə xəstə kimi yaşayır. Bədgüman olur. Bədgümanlıq insanın dünya həyatında acı eləyir. Hər şeydə pislik görür, hər şeydə şübhələnir. Bu insanlar adətən sinir xəstəsi olurlar. Bu insanlar sağlam insan olmur. Amma o insanlar ki, müsbət baxışla baxır, hər şeydə müsbət şey axtarır, pisi də yaxşıya yozur, bundan ilk növbədə özü qazanır. Hələ axirət bir tərəfə qalsın, dünyadaykən həyatı şirin və mənalı olur belə insanların. Hər şeydə gözəllik axtaran insanların. Və bədgümanlıq ən böyük günahlardan sayılır. Bəzən bir bədgümana görə insanlar uzun müddət küsülü qalır, ixtilaf eləyir, aralarında söz-söhbət olur. Bir dənə bədgüman, heç olmayan bir şeyin zənninə görə görürsən insanlar arasında ixtilaflar olur, mehribançılıq aradan gedir. Və mehribançılıq olmaması, mən o gündə dedim ki, iki mömin küsülü olarsa Peyğəmbər buyurur ki, namazı bir vəcəbdə göyə qalxmaz. Yəni bir zərrə qədər yüksəlməz, ibadəti qəbul olunmaz. Bu, müsəlman cəmiyyətində olmamalı olan bir şeydir. Yəni, varsa bu ciddi nöqsandır. Ən böyük günahlardan biri sui-zəndir. Əkbərul kəbair su'uz-zənni billah. Bu hədisdə deyir ki, ən böyük günah Allaha sui-zəndir. İstəyirəm bugün bu barədə danışaq. Əvvəl Allaha qarşı sui-zənn nə deməkdir? İnsan Allaha da bədgüman ola bilir. Allaha qarşı da bədgüman ola bilir. Və hədisdə var, ən böyük günah bəndənin Allahına qarşı bədgüman olmasıdır. Bu tərəfdən də buyurur ki, əfzəlül ibadə
husnü zənni billah. Ən üstün ibadət isə Allaha hüsnü zəndə olmaqdır. Allahdan xoş gözləntidə, yaxşı bir gözləntidə olmaqdır. Xoş baxışla Allaha baxmaqdır. Allahın bir məntiqi var, deyir, məndən nə gözləyirsən, elə də davranacam səndən. Sən məndən necə, gözləntin nədir, mən də ona uyğun davranacam. Ənə İndə zənni abdiyəl mümin. Allah buyurur ki, mən mömin bəndəmin zənnində olduğu kimiyəm. Necə istəyir, necə düşünür, nə gözləyir, mən də ona uyğun münasibətimi quracam ondan. Kim desə ki, inşallah bağışlayar məni, mən bağışlayaram. Kim desə inşallah çətinliyimi həll eləyər, mən həll eləyərəm. Yox, kim desə yox, mən bədbəxtəm, daha heç nə, vəssalam, onda da elə də olar. Kim mənə ümid eləyər, kim deyər inşallah hər şey yaxşı olar, elə inşallah da yaxşı olar. Mənə qarşı ümid, münasibət necədir? Allah buyurur, elə də mən davranaram. Elə də mən davranaram. O gün bu hədisi dedim. Bir bəndədir, qiyamət günü gələr, sorğu-sual olunar, günahı savabından çox olar. Əmr olunar ki, get cəhənnəmə. Deyib, başını aşağı salıb gedər, arada çönüb baxar, elə bir ki, birindən nəsə gözləyərsən, çönüb baxar, yenə gedər, çönüb baxar, yenə gedər. Deyərlər, niyə getmirsən, dayanırsan? Deyər ki, mən belə güman eləməzdim. Mən Allahı çox rəhəmli bilirəm. Mən inanmazdım məni cəhənnəmə göndərəm. Mənim gümanım başqa idi. Allah deyər ki, onu aparın cənnətə, çünki həya eləyirəm, mənə hüsnü zəndə olan bəndənin zənnini doğrultmayam. Orada hələ, axirət aləmində. Bu, əlbəttə, qürur başqa bir şeydir. Qürur odur ki, insan otura deyək ki, mənim işim yaxşıdır, Allah məni bağışlayacaq. Gəlib İmam Sadiq əleyhissalama dedilər ki, sizin bir dəstə adam var, deyirlər, biz Əhl-i Beytin şiyəsi nə namaz qılırlar, nə oruç tuturlar, deyirlər, biz nicat tapacaq. İmam çox, belə deyək, sərt qarşıladı bunu. Dedi ki, əgər bizə bağlıdırlarsa, biz özümüz namazla, orucla nicat tapırıq. Necə ola bilər ki, bizə arxalanan namazı, orucu bir kənara qoysun. İndi də bəzi Ələvi təriqətləri var ki, Əhl-i Beytə, məhəbbətə söykənib, vacib ibadətləri tərk edirlər, məscidə zada getmirlər, ibadət eləmirlər, Əhl-i Beytə, məhəbbətə arxalanırlar. Bundan söhbət getmir. Hüsnü zənn bilirsiniz nədir? Boynuma düşən vəzifələri eləyirəm və Allahdan da xoş bir şeyin intizarındayım. Kumeyl duasına baxın. Kumeyl duasını tövsiyə edirəm ki, Ramazan ayında cümə gecələrində oxuyasınız. Bir vərəqin oxuyasınız. Bir sözünü bir nəfər alim deyirdi ki, açın dünya səri'ər rıza, ey tez barışan Allah. Bu da bir işdir. Təbii ki, onun hamısını oxumaq çətindirsə, bir cümləsini oxuyun, bir sözünü oxuyun. Əleyhissalamın duasıdır, insana təsiri var. O duada deyir, ətusallitun nar ala vucuhin xərrət li'azəmətikə sacidətən. Deyir, necə ola bilər ki, sənə səcdə eləyən üzləri yandırasan, o dillər ki, sənin təklifi iqrar eləyib, la ilahə illallah deyib, özdə doğru şəkildə deyib, onları yandırasan, deyir, ondan sonra axırda deyir, ma hakəzə zənnubik, bu gümanlar sənə düz deyil, yəni sənə belə güman olunmaz, səndən bu gözləntidə deyilik biz, bizim ümidimiz başqa şeyədir. İnanmıram ki, deyir, sən yandırasan, inanmıram ki, sənə səcdə eləyən üzləri yandırasan. Allahla belə münacat edir. O əleyhissalamdır ki, Allah qorxusundan özündən gedirdi, özünü itirirdi, təbii halından çıxırdı. Elə hüsnü zənnlə davranır. Allahdan xoş şeylərin ümidindədir. Bədgümanlığı nə yaradır? Allaha niyə insanlar bədgüman olur? Əvvəla bunu deyim ki, ilk bədgüman şeytan oldu. Allahın işlərinə şübhə elədi. Dedi ki, bu nətər qəzavətdir. Oddan yaranmışa deyirsən, torpaqdan yaranmışa səcdə elə. Bu nətər qəzavətdir. Bədgüman oldu. Allahın qəzavētinə, sözünə şübhə ilə yanaşdı. 6000 il ibadəti bir dəfə bədgüman olmağına görə hamısı hədər oldu, getdi. İnsanlar niyə bədgüman olur Allaha? Niyə Allahdan ümidsiz olur? İstəyirəm buna bir neçə cümlə, çox qısa, çox vaxtınızı almayacağım. Bir neçə hədis, ayə yazmışam, sizin nəzərinizə bunu çatdırım. İstəyirəm ki, hamımız üçün faydalı olsun. Niyə insanlar Allahdan naümid olur, Allaha bədgüman olur?
Biri imtihan və bəlalara görə. Allah bəndələri imtihan eləyir. Quranda buyurur bir cümlə ilə: "Əhəsibən nas ən yutreku ən yəqulu amennə və hum la yuftanun." Buyurur ki, insanlar elə bilir ki, iman gətirdik dedilər, əl çəkəcək. Xeyr. Onlar elə bilir ki, dildə dedi iman gətirmişik, biz də əl çəkib gedəcək. Xeyr, biz imtihana çəkəcəyik. Elə zənn eləməsinlər, iman gətirdik deməklə işləri bitdi, biz onlardan əl çəkdik. Ömür var, ömür getdiyi müddətdə imtihana çəkəcəyik. Görək kimdir? Müxtəlif hadisələr gözləsinlər. Müxtəlif gözlənilməyən sınaqlar, gözlənilməyən imtihanlar gözləsinlər. Elə düşünməsinlər ki, imtihan olunmayacaqlar. Bəzən imtihanlar, bəlalar adam Allahdan bədgüman eləyir. Bir alimin öz dilindən eşitmişdim. Deyir ki, mən Məşəddə İmam Rıza ziyarətində idim. Bir nəfər deyə yaxınlaşdı. İmam Hüseyn məddahi olmuşam mən. Cəmaatı qrup aparırdım Kərbəlaya. Çox çalışırdım ki, xalis niyyətlə xidmət eləyim zəvvarlara. Yolda Nuhu oxuyurdum, Roza oxuyurdum. Xidmətdə çox səy eləyirdim. Deyir, amma bir gün qəzaya uğradıq. O neçə dənə sərnişin var idi avtobusda, heç kəs heç olmadı. Bir dənə mənim deyim, belim zədələndi, indi gəzə bilmirəm. O gündən deyir, Allaha və Peyğəmbərə və Əhl-i Beytə bədgüman olmuşam. Demişəm ki, nə oldu? Bu qədər cəmaatın içində, orada heç namaz qılmayanlar da vardı, ziyarətə gedirdilər. Günah iş görənlər də vardı. Mənə düşdü elə bəla. Niyə görə? Mən nə etmişdim? Mənim günahım nə idi? Bir bəladır görürsən, bu insanı Allahdan bədgüman eləyir. Deyim, mən ona başa saldım ki, imtihanlar neçə cürdür. Bəzən cəza üçün, bəla üçün imtihan verilir. Allah kiməsə bəla verir. Bəzən isə dərəcə üçün verir. Heç də o demək deyir, sən başına bir iş gəldisə mütləq günahın var. Üçüncüsü də ki, tez demə ki, nə günahın var idi. O qədər günahın var idi ki. Tez demə, mən nə eləmişdim? Necə yəni mən nə eləmişdim? Ola bilər ki, çox şey eləmirsən. Allahın da rəhmətidir sənin üçün imtihan. Və bir də ki, Allah bəlanı ancaq günahkarlara göndərmir ki. Allah sevdiklərinə bilirsiniz necə bəla göndərir, bəlanı yağış kimi yağdırır. Əyyub Peyğəmbərdən Allah danışır. Hər şeyini alır əlindən. Quranda danışır. Deyir, Əyyubun nəyi var idisə aldı Allah əlindən. Nəyi var idisə. Övlad aldı, sağlamlığı aldı, var dövlətini aldı. Fəqirlik içində, övladsızlıq, can xəstə, əzab, əziyyət içində dayanır. Allah Quranda danışır. Axırda buyurur ki, İnna vəcədnahu sabirən. Biz Əyyubu səbr eləyən gördük. Ni'məl abd, nə gözəl bəndədir. İnnəhu əvvab. Bu bir cümlə üçün idamsı. Hamısını da qaytardı özünə. Hamısını qaytardı özünə. Amma bu prosesdə nə baş verdi? Bu prosesdə Əyyubun fəziləti üzə çıxdı. İnna vəcədnahu sabirən ni'məl abd innəhu əvvab. Biz Əyyubu səbr eləyən gördük. Nə gözəl bəndədir. O əvvab bilirsiniz nə deməkdir? Əvvab arılara deyirlər ki, pətəyə gəlir, gedir. İnsan var Allahın qapısını buraxmır. Deyir, ona nə qədər imtihan verdi, o bizim qapıdan üz çevirmədi. Elə hey gəldi, getdi. Bu mənada ki, yəni münacatın vaxtından sonra dincəldi, yenə gəldi, yenə getdi. Axırda bilirsiniz imtihana çəkildi. Sıxıntıların içində Əyyub Peyğəmbərin bu duasını yadınızda saxlayın. Necə Allahla ədəblə danışmaq olar? Necə Peyğəmbər ədəb nümunəsi göstərir? Görün necə dedi axırda. Dedi ki, və Əyyubu misal çəkir. İznadə Rəbbəhu, Rəbbini çağırdı, duaya baxın, necə ədəbli, necə gözəl duadır. Ənni məssəniyyəzzur və əntə ərhamur rahimin. İlahi, mənə çətinliyi üz verib, sən də rəhimlilərin rəhimlisisən. Utandı deyə qaytar, utandı deyə mənə şəfa ver. Xəcalət çəkdi deyə əlimdən aldığımı təzdən ver mənə. Elə demədi. Dedi, yəni halımı bilirsən, inni məssəniyyəzzur, mənə çətinliyi üz
üz verib və sən də rəhimlilərin rəhimlisisən. Allah bu ədəbdən xoşu gəldi. Bu yanaşmadan xoşu gəldi. Həzrəti Əyyubun əlindən aldığı hər şeyi ona qaytardı. Bunlar hamısı oyuncaqdır Allah üçün. Onu oradan alır, bunu ona verir. Dünyanın tükənməz xəzinələri onun əlindədir. Burada içdə olan istedadlar üzə çıxmalıdır imtahanlar vasitəsilə. Adamlar adamlarla sınağa çəkilir. Bunun əli ilə bunu vurur, onun əli ilə onu vurur. Bir dənə dəstgah düzəldib ki, bizi bir mədrəsədir, məktəbdir ki, bizi üzə çıxartsın fəzilətlərimizi. O bəzi quşlardan misal çəkirlər, qaldırır balasını, buraxır, havada qanad çalır, yorulanda tutur. Təzdən buraxır, təzdən qanad çalır. Nəticədə bunun uçmaq istedadı, havada pərvaz eləmək bacarığı üzə çıxır, amma onu buraxmır. Biraz çətinliyə salır ki, o istedad üzə çıxsın. Bu qanad çalır, yorulan kimi tutur, qoymur, axıra qədər süqut eləsin. Təzdən bəlalar, imtahanlar belədir. İmtahan sıxıntı olmasa bizim içimizdə nə qədər gözəlliklər var ki, qalıb üzə çıxmaz. Allah bu bəlaları verir, elə bilməyin ki, onun xəzinəsi tükənəndir. Allah bu imtahanlar vasitəsilə istəyir biz vəzifəmizə əməl eləyək. Möhkəm dayanaq, deyək ki, Allah səndən gözləyirəm. Sən nə məsləhət bilsin odur. O zaman Allah məsələni həll eləyər. Amma çox zaman bədgümanlığın əsas səbəblərindən biri Allahdan məyus olmaqdır. Yəni, bu imtihanlar, bu sınaqlar adamı məyus edir ki, niyə mənlə belə davranılır? Niyə görə belə davranır mənlə? Bəzən Allah imtihanı ona görə göndərir ki, öz qüdrətini göstərsin, öz əzəmətini göstərsin. Görsən ki, müqəddimələrin hamısını hazırlamısan, olub həyat uzda bilmirəm. Hər şey qaydasında gedir, səndən tələb olunan hər şey öz qaydasında gedir. Birdən gəlir, alt üst eləyir. Tam başqa nəticə hasıl olur. Əl-abdu yudəbbir, vallahu yuqəddir. Belə bir hədis var. Bəndə tədbir tökər, Allah təqdir eləyər. Əleyhissalam deyib, bilsən səni harada gördüm? Allah'a deyir. O yerdə gördüm ki, bütün işləri hazırladım, bütün səbəbləri hazırladım, alt üst elədim. O burada gördüm. Gördüm ki, yəni Allah deyir, çox məğrur olma, hər şey mənim əlimdədir. İmtihanlar gərək bədbin eləməsin insanı. İmtihanlar gərək bədbin eləməsin. Övliyalar hamısı imtihana çəkilir. Biri sərvətlə, Süleymana var dövlət verib imtihana çəkir. Əyyubu fəqirliklə imtihana çəkir. İmam Musa ibn Cəfərə 38 övlad verir. İmam Rızaya 48 yaşından heç bir övlad vermir. Axırda bir dənə oğul verir. Hərəsi ilə bir cür davranır. İmam Hüseyin əleyhissalamın Kərbələdəki imtihanlarına baxın. Bu bəyəm odur ki, Allah ona qəzəb eləmişdi. Allahın nəvazişi idi, sığalı idi. Allah bu cür bəndəsini nəvaziş eləyir hərdən. Bəlaları nazil eləməklə. Verməməyində bir rəhmət var. Neymət verməyində bir rəhmət var. Əmr eləməyində bir rəhmət var. İnşallah bunları qiyamətdə başa düşəcək. Oruc əmr eləyir, ancaq rəhmətdir. Deyir, eləmə ancaq rəhmətdir. Bəla nazil eləyir, rəhmətdir. Onun rəhmətdən başqa heç nəyi yoxdur bəndəsinə tərəf. Bəndəsi ilə bağlı. Əleyhissalam buyurub ki, 14 dənə ağır imtihana çəkib Allah məni. İmtihanlar ki, heç çox. 14 dənə ağır imtihana çəkib. Ondan sonra sair yevmul inzar. Peyğəmbər yığdı yaxın qohumlarını, dinə çağırdı. Heç kəsdən səs çıxmadı. Allah mənə qismət elədi. 9 yaşındaydı əleyhissalam. Qalxdı dedi, mən iman gətirmişəm. Leylətul məbid. Peyğəmbər hicrət eləyəndə dedi, get mənim yerimdə yat. Bilinmirdi kim, necə davranacaqlar, öldürəcəklər, öldürməyəcəklər. Peyğəmbərin yerinə girdi, əleyhissalam yatdı. Bədirdə, Xəndəkdə, sayır, mən bunları saymıram. Siffeyndə, Həzrəti Zəhra ilə imtihana çəkdi. Ən əziz əmanəti ilə imtihana çəkdi. Şücaətli kişi, qeyrətli kişinin yanında o hadisələr baş verə, səbr eləyə. Görün, nə qədər Allah sınaqlarla, imtihanlarla imtihana çəkir insanları. Ona görə də insan gərək imtihanlardan məyus olmasın, bədgüman olmasın, Allahdan narazı olmasın. Həzrəti Davud Peyğəmbərdir, Allah ona deyir ki, istəyirsən biləsən ki, cənnətdə səninlə eyni dərəcədə kim olacaq? Burada demir, cənnətdə sənin yanında. Ola bilər, biz məsələn inşallah Peyğəmbərin yanında olaq. Amma biz eyni dərəcədə olmayacaq.
yanında olmaqla eyni dərəcədə olmaq başqa şeydir. Bu hədisdə deyir ki, Davud əleyhissalama istəyirsən biləsən ki, cənnətdə səninlə eyni dərəcədə kim olacaq? Həzrət Davud deyir, əlbəttə istəyirəm. Deyir, get filan məntəqəyə, filan kəndə, filan qadın var, onu tap, o səndən eyni dərəcədədir behişdə. Fəsarə Davud iləyha. Tələsik getdi Həzrəti Davud. Maraqlıdır da görəsən ki, həmnişinin cənnətdə sənin yanında eyni dərəcədə olan adam kimdir? Gəldi o qadını danışdırdı. Gördü ki, xüsusi bir əməli yoxdur. Vacibdən başqa heç nə eləmir. Bir dənə müstəhəb əməl eləmir. Ancaq vaciblərini yerinə yetirir. Arvadı qadına dedi ki, bilirsən ki, məndən bir dərəcədə olacaqsan cənnətdə. Deyir, əlbəttə bilirəm. Mənə də Allah xəbər verib, bilirəm. Bəs nəyə görə, nə xüsusiyyət var səndə? Deyir, bir dənə mənim xüsusiyyətim var. Elə buna görədir. O xüsusiyyət budur ki, heç vaxt şikayət eləmədim. Heç vaxt. Niyə belə oldu demədim. Niyə belə oldu demədim. Varlılıqda, kasıblıqda, xəstəlikdə, sağlamlıqda bir dəfə demədim, niyə belə oldu? O belə demədim. Peyğəmbərin həyatı boyunca bir dəfə dilindən eşitmədilər ki, kaş belə olaydı. Belə bir söz eşitmədilər. Kaş belə yox, belə olaydı. Belə bir söz eşitmədilər. Bu səbəb olur ki, Peyğəmbərlə insan eyni dərəcəyə Davud əleyhissalamla gəlib çatır. İkinci bədgümanlığın səbəbi budur ki, bəzən dualarımız qəbul olmur. Deyirik, nə oldu? Uduuni əstəcib ləkum. Çağırın, cavab verim. Dua eləyirəm, vermir. Nə qədər mən istəyim? Nə oldu? Bədgümanlıq yaradır. Gəldi İmam Rıza əleyhissalamın yanına bir nəfər sahabələrdən. Dedi, axır vaxtlar ürəyim pis olub. Neçə ildir mən dua eləyirəm, Allah qəbul eləmir. Bu yaxın günlərdə ürəyim elə bil küstü Allahdan. İmam dedi ki, dayan, burada dayan, çünki süqut nöqtəsidir. Süquta, tənəzzülə yaxınlaşırsan. Şeytan bu vasitə ilə sənə həmlə eləyir. Onu qorudu İmam Rıza əleyhissalam. Bəzi hallarda dua gecikir, bir hikmət var. Gecikir, Allah deyir, qoy dua eləsin, qoy istəsin. Qəbul eləmişəm, biraz gec verin. Bəzi hallarda illər keçir, sonra özümüz də başa düşürük, Allah bizə rəva bilmir, o duanı vermir. İllər keçir, deyirik, doğrudan da yaxşı olduğun olmadı. Qəbul eləmir Allah. Və deyirlər, qiyamətdə möminlər görəcək ki, qəbul olunmamış dualarına nə verir Allah? Onda deyəcəklər, kaş dünyada heç bir duamız qəbul olmazdı. O qədər savablar verir. Və bir şeyə də işarə eləyim, sözümü tamamlayayım. Bir də ruzu məsələsində insanlar Allahdan bədgüman olurlar. Deyir, niyə filan kəsim, filan maşını var, məndə yoxdur. Bu çox insanlar narahat edir. O gedib gəzə bilər, mən yox. Onun maşını var, mənim yox. Onun evi belədir, mənim yox. Bu insanı Allahdan bədgüman eləyir. Bədgümanlıqdan cəmaət gedir haram pulunu dalıca, bilirsiniz? Elə bilir ki, Allahın halal ruzusu buna çatmayacaq. Deyir, neyniyim, mən başqa cür olmuram. Neyniyim, yəni Allaha bədgümandır bu insan. Eləməsəm olmur. Bu elə bilir ki, Allahın halal xəzinəsi tükənəcək, buna çatmayacaq. İnsanlar niyə görə işindən keçə bilmir məscid üçün, namaz üçün? Niyə keçə bilmir? Ona görə ki, elə bilir ki, o gəldiyi müddətdə ruzsuz azalacaq, Allaha bədgümanlıqdandır. İza nudiyə lis-salati min yevmil cumu'a fəs'au ilə zikrillah və zarul bəy. Elə ki, namaza çağırıldınız cümə günü, tələsün Allahı yad eləməyə və işinizi buraxın. Və zarul bəy, işinizi, ticarətinizi, alış-verişinizi buraxın. Dalıca buyurur, zalikum xeyrul lekum in kuntum ta'lamun. Əgər bilsöz bu sizin üçün daha xeyirlidir. Peyğəmbər dayanıb xutbə oxuyurdu, cümə xutbəsi. Gəldilər ki, mal satırıq, nəmləyinirik, carçı qışqırdı ki, filan şey satıram, ucuz idi. Gətirdi Quranda Allah bunu danışır. Qoydular hamısı Peyğəmbəri, qaçdılar, 12 nəfər adam qaldı cümə namazında. Qaçdılar, alış-veriş dalıcan. Buyurur ki, وَإِذَا رَأَوْ تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا. Elə ki, bir alış-verişi gördülər, ticarət gördülər, oyun-oyuncaq gördülər, qaçdılar və sən ayaq üstə qoydular və tərakukə qaimən, ayaq üstə qaldığın yerdə çıxıb getdilər. Qul mə indəllahi xeyrun minəl-ləhvi və minət-ticara.
Denən ki, Allah yanında olanlar bu qazancınızdan daha üstündür. Vallahu xeyrur raziqin. Allah ruzu verənlərin xeyirlisidir. İnsanın ruzu barədə nigarançılığı, sabah necə olacaq, bir gün necə olacaq, insanın harama getməyi, haram qazanması, hamısının kökündə Allaha qarşı bədgümanlıq dayanır. Allaha qarşı bədgüman olmağın nəticəsidir. Ayətullah Əllamə Təbətəbai deyir ki, Nəcəfdə oxuduğum illər idi. Birdən deyir, gördüm ki, yox, mənim də çörəyim yoxdur, yeməyə bir şeyim yoxdur. Deyir, dedim ki, qayıdım, gedim Təbrizə də dərs oxuya bilməyəcəm. Deyirlər, bu fikirdəydim, qapı döyüldü. Bir nəfər qapını açdım, gördüm ki, deyir, Şah Hüseyn Vəliyəm mən. Deyir, Allah sənə deyir ki, 18 ildir təhsil alır. Onu başsız qoymuşuq ki, indi ümidsiz olub. Deyir, bunu dedi, getdi. Mən gəldim, oturdum, sonra dedim, bu yuxu idi, aşkar idi. Nə idi bu mənim başıma gəldi? Bu kim idi? Bu niyə indi bu gəldi, bu sözü dedi. Deyir, tərəddüd içində qaldım. Həmin gün axşam gördüm, Təbrizdən tacirlər gəldi, mənə kömək elədi. Filan, neçə vaxt sonra deyir, Təbrizə getdim. Əllamə Təbətəbai özü danışır. Deyir, gəzirdim qəbristanı, gördüm ki, 300 il bundan qabaq ölmüş bir adamdır, qəbrinin üstə yazıblar Şah Hüseyn Vəli. Bu bərzəxdən deyir, Allah bunu elçi olaraq mənə göndərmişdir ki, məni aram eləsin. Ki, mən sənin güzaranlığı təmin edəcəm. Biraz gecikdirirəm, bir hikmət var. Nəsə bir hikmət var, o hikməti axtar, məyus olma, qorxma. Əsasən insanlar ruzsuz qalmayıb, Əbuzər istəyər ki, getsin, acından rəbəzədə ölsün. Əbuzər kimi adama Allah o imtihanı verər ki, imamının yolunda, haqqın yolunda haqqı desin, sürgün olunsun. Ondan sonra qızı deyir, gəzirdim səhranı, dedi ki, bir dənə bəlkə bir çöp tapasan yiyək. Nə bilim mən, nəsə də bir ot tapasan yiyək deyib, gəzdim, and olsun Allaha, bir ot da tapmadım ki, axır vaxtında yesin. Deyir, aclıq buna qələbə çalıb. Deyir, qızım, bax, gör nəsə tapa bilirsən bu səhrada. Deyir, gəzdim, dolandım, baxdım, gördüm, heç nə tapa bilmirəm, qupquru səhradır. Deyir, amma mən qaydanda, deyir, gördüm ki, bu heç elə bil acından ölən adam oxşamır bu. Bu, deyir, nəsə öz aləmində danışır. Deyir, qızım, zəiflik, aclıqdan zəifləmişdir. Dedi, qızım, başımı çək dizinin üstünə, deyir, başını çəkdim dizimin üstünə, deyir, elə baxdım, gördüm, nəsə danışır. Qulaq asanda gördüm, deyir ki, mərhəba, xoş gəldi o dost ki, ən çox ehtiyaclı olduğum vaxta gəldi. Ondan sonra deyir, axırıncı bu oldu. Güldü, ölüm mələyin gördü, güldü. Dedi, hidayət olmayıb o şəxs ki, səni görəndə şad olmasın. Bədbəxt o insan ki, sən onun görüşünə gələndə o sevinməsin. Bu imtihanlar hər adam üçün deyil. Bizləri biraz sıxarlar, biraz sınayarlar, birazdan sonra lazım olan ruzunu bizə yetirərlər. Bir qədər səbirli, dözümlü olmağımız lazımdır. Bir qədər səbirlə bu məsələlərə yanaşmağımız lazımdır. Odur ki, Allaha bədgümanlığın əsasında bəzən bu imtihanlar dayanır, bu sınaqlar dayanır ki, o sınaqlar hamısı müvəqqətidir. Axırda o Həzrəti Əyyuba dediyi o söz ki, ni'məl abd, kaş insana bu qiyməti versinlər. Axırda görsünlər ki, mən elə buna nə imtihan verirəm, bu imtihanın qarşısında möhkəm dayanıb. Ramazan ayında orucdan alacağımız dərslərdən biri də bu olmalıdır. Allahümmə inna nəsəlükə və nəd'uk. باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bizi mübarək Ramazan ayının feyzindən, Qədr gecəsinin feyzindən binəsib eləmə. İlahi, bizi bu ayın qədrini bilməyə, şükrünü yerinə yetirməyə müvəffəq elə. İlahi, bizi bu ayın bağışlananlarından qərar ver. İlahi, bu orucluğu bizə axır orucluq qərar vermə. İlahi, kimin nə dərdi var, nə çətinliyi, nə hacəti var, dərdin götürüb sənin evvə gəlib, səni and verirəm bu günlərin hörmətinə, bizi öz evindən əli boş naümid yola salma. İlahi,
Hamımızın şəri hacətlərimizi rəva elə. Allah, bu məclisdə yəqin ki, müşküldə olan, çətinlikdə olan möminlər var. Dərdlərin səndən başqa heç kəsə deyə bilmirlər. Sənə and verirəm, bu ayın şəhidi Əli əleyhissalamın ehtiramına hamımızın çətinliklərimizi yədi qüdrətindən həll elə. Allah, xəstələrimizə ümumən nəzərdə olan xəstələrə, bir qardaşımız var xəstədir, ona və ümumən xəstələrimizə şifaya acil mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. Dünya və axirət bizi Qur'andan, Əhl-i Beytdən kənara salma. Allah, öz evin ziyarətin, Mədinə ziyarətin bu il, hər il bütün arzusunda olanlara bu cəmə qismət elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Hər kim malı ilə, canı ilə, elmi ilə, hər vasitə ilə sənin dinivə xidmət eləyir, dünya və axirətlərin abad elə. İslama, müsəlmanlara, bu xalqa xəyanət eləyənləri zəlil elə. Müsəlman torpaqlarını işğal eləyənlərə lənət elə. İşğal altında olan Qarabağımızı düşmən tapdağından azad elə. Bu torpaqların azadlığı üçün canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Allah, torpaqlarımızın keşiyində dayanan əskərlərimizi yerin göyün bəlasından hifz elə. Övlad həsrətində olanlara salih, sağlam övlad nəsib elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurun tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkəti.